Selamlar kanalıma videomuz hoş geldiniz. Ben Nasim. Bugün yeniden yeni bir video ile karşınızdayım. Sözü çok uzatmıram ve bu günleri fisk oluram. İndi zarafatı qoyuruq. Bir qırağa və oturuq bir danda ciddi danışırıq, amma çox bir danda ciddi olacaq. Qalan yerlər yanacaq, bambalıq falan. Dünənki videoya baxmısınızsa bilərsiniz, mən blok fənlərini falan təkrar eləməyə başlamışam. Dünən riyaziyyat təkrarladım. Dimin 10-cu sinif kitabından bütün əməliyyatlarını işlədim. Bu günlərdə fiskanı təkrar edirik. Fiskanı necə təkrar edirik? Yəni toplu bir toplayıcı başdan axıra qədər təkrar edəcəyik. Qayda kitabını açacağam və baxacağam. Yəni yadımda qalan hissələri sadəcə belə gözlü şey eləyəcəyəm. Yadımda olmayanları falan, yəni dərinliyi ilə belə təkrar edəcəyik və o qədər çətin bir proses olacağını düşünmürəm. Çünki yəni, niyə bilmirəm, amma fizika çox belə yadımdaymış kimi hiss elətdirir mənə. Saat hal-hazırda 2-yə işləyir 10 dəqiqə. Yəni saat 5-ə kimi falan qutara bilsək çox əla olar. 5 uzaq baş 6-ya kimi qutara bilsək çox əla olar və qutaracağımıza inanıram. Çox inanıram özdə və niyə bilmirəm, fizika işləmək üçün darıxmışam, fizika oxumaq üçün darıxmışam. Yəni təsəvvür eləyin ki, yəni məni fizikaya darıxdığım dünyada sizə nələr olmaz. Onu fikirləşin. Oturub mən dünənin videosunu editləməliyəm. Belə sizə deyirəm ki, biz izləyə bilərsiniz falan. Video ilə hazır deyil. Prosta bu video sabaha paylaşılacaq deyə çox rahatam. Yəni sab editləyib paylaşacağam da belə geniş danışa bilirəm. Video ilə indi oturub editləyəcəm. Qısasını editləyib paylaşmışam. Uzununu elə indi editləyəcəm. Görmək istəyirdim ki, bu videoda şey olmasın. Əlavə işlər olmasın, sadəcə fizika falan olsun. Amma sonra dedim ki, gün qutarır, yəni saat 2-yə işlədi. Aç bu vlogu. Səhər saat 11-də oyandım, gec oyanmışam. Biraz 11-də oyandım. Ondan sonra bir damcı yemək yedim. Başladım videoları editləməyə. Saat oldu 2-yə işləmiş. Bir də çox belə problemlər yaşandı. Amma bir də deyim, sizə içimi töküm burada. Mən bir video çəkmişdim. Dünənki videoya baxmısınızsa əgər bilərsiniz. Çox qəşəng bir video idi, qısa video idi. Təqribən 40 saniyəlik falan idi. Çox belə ümidlərlə çəkmişdim o videonu. Nə oldu? İzlənmədi, zor oldu. Yəni Instagram sağ olsun sesi sildi. YouTube, TikTok izlətmədi. Yəni çox qəşəng video idi. Həqiqətən mən çox ləzzət eləmişdi o video. Yəni kanal tarixində bəlkə çəkdiyim ən keyfiyyətli video idi, amma izlənmədi və bir daha başa düşdüm ki, bizim ölkə trendində keyfiyyətli işə yer yoxdur. Ancaq bambalılıq, ancaq sırtıqlıq. Budur. Başqa cür yoxsa şey eləmək olmur. İndi bir müddət yenə görək də nə eləmirik. Amma bambıllıq qalib gəlir günün sonunda. Acı şey budur. Amma biz bu şeyi qıracağıq. Keyfiyyətli işlərlə bambıllığın qabağına keçəcəyik. Yəni bambılı olacaq, həm keyfiyyətli iş çıxaracağıq. Və dedim, Instagram mahnını sildi. Səhər oturdum, mahnını dəyişdim. Mahnının əvvəlki mahnının adı neydi bilmirəm, tam yadımda deyil. Amma ikinci versiyasında Where's My Mind qoydum şeyə, mahnısına. O da yəni telif yedi, sağ olsun da mən də etdim ki, cəhənnəmi olsun, izlənməsin də 35 dəfə sildim, yüklədim də mən bu videoda da. Yəni izlənmirsə izlənmir də. Yəni budur. Yəni dəyişdirmək olmaz. Onun üçün başını buraxdım. İndi gedim tez bazar bir dənə uzun vlog editləyim, ondan sonra onu da paylaşım, ondan sonra tabını eləyim, düzəldim. İndi bir dənə alqoritmik problemlər yaşanmış ola bilər. O söz beyninizdə qurun. Da getdirmək qolum ağrıdı bunu tutmaqdan. Yəni saat deyim, saat 2-yə qalır 14 dəqiqə və video burada hazır oldu. Videonun xaric olunmasını gözləyirəm və bu xaric olduğu dönəm ərzində də, vaxt ərzində də dönəm nə idi?
vaxt ərzində də mən thumbnail hazır elədim. İndi bu tam eksport olsun, qutarsın, paylaşıram və gedirəm, kofemi süzürəm, suyumu təzələyirəm və bir dənə də böyük ehtimal bir butulkada su gətirərəm özümlə. Fizkanı bir dəfəyə təkrar eləyəcəyik. Yəni bura oturacağam, baxın, bura oturacağam, bura kitabımı qoyacağam və bir dəfəyə təkrar eləyəcəm, ondan sonra duracağam ayağa. Yəni arada heç bir fasilə üçün falan belə durmayacağıq. Yəni o dərəcə deyim sizə. Gedim, yəni bu hər şeyi bir düz qoş eləyim, ortamı hazırlayım və başlayaq. Uşaqlar, fizikaya başlayıram, amma çox ani bir qərar aldım. Mənim o dünən çəkdiyim video hələ də çox pis içimdə qalıb. Axşam indi idmana getməliyəm də bu gün. İdmandan falan qayıdandan sonra yatmamışdan qabaq son dəfə, baxın, sonuncu dəfə mahnısını dəyişəcəyəm və paylaşacağam. Sabah səhər duranda izlənsə kanalda qalacaq, qalmazsa rədd olacaq işin dalıyca. Çünki dünən bilmirəm 4 saat onun üstündə mən əlləşdim. Çox pis içimdə qaldı mənim. Allah and olsun. Heç yəni gözləmirdim də bu cür. Yəni cəhənnəm 2000-3000 izlənsəydi saxlayardım. 1000 izlənməyə çatan mən deyə 300-400 deyil işte. Bədbəxtçilik deyə. Amma bilmirəm, çox ümidliyəm ya. Hələ də ümidliyəm, hələ də içimdə bir ümidi var. Deməli, hal-hazırda saat 6-ya işləyir, 15 dəqiqə. Fizika gözlədiyimdən çox cüzi tez qutardı. Və mən də etdim ki, bir damcı vaxtım vardı, bir yarım saatlıq bir boşluğum var idmana getməmişdən qabaq. Mən bu video işini indi həll edeyim, yəni azından həll eləməyə çalışım. Yəni bir qismini belə bitirsəm yaxşı bir şeydir. Görək də indi nə olur. Mən gedirəm idmana və videonu editlədim, yenə təzə mahnı ilə və video Instagramda təzədən müəllifi idi. Mən də başını buraxdım da nə olur olsun, nə Instagramdan sildim videonu. TikTok, YouTube'da paylaşmışdım da, bilmirəm izləndi, izlənmədi ki, böyük ehtimal izlənməyib. Oradan da silmirəm. İndi idmana gedirəm, idmandan qayıdım axşam. Telefonu bir daha əlimi götürsəm onu da siləcəyəm. Bilmirəm da, Allah'ın olsun, zülüm deyə də gəbərdim. Bir dənə video çəkib paylaşmaq istəyirdim. Başıma zibilyon nə o qaçdı da. Nə bilim. Gedirəm indi idmana, 1-2 saatın falan orada keçəcək böyük ehtimalla. Təqribən 1 saat idman, 1 saat üzgüçülük olar. Bu günləri bisə kürəyə, trapezə, biləyə, bir də qabaq çiynə işləyəcəyik. Produktiv bir idman olacağını düşünürəm. Çünki kürək günləri və qabaq qol günləri falan ləzzətli olur. Yəni sinə günü ilə triceps günü də ləzzətli olur. Bir də ayaq günü problem. Ayaq günündən başqa hamısı ləzzətli olur. Amma keçən həftənin də ayaq günündə bir dəqiqə ki, ayağı işləmişəm. Allah çox ləzzətlidir. Ömrümdə yəni o cür ayaq işləməmişdim. Bir də qarın məsələsinə görə normalda mən qarnın nə işləyini bilmirdim. Və bundan sonra belə eləyəcəm. Hər gün səhər oyananda ac qarnına 100 dənə pres vururam. O da tam pres deyil də, yəni yarıya kimi qalxıram. Sadəcə qarnın üst hissəsi bura işləyir. Bir də turnikdə olur, ayağı qaldırırsan, yuxarı salırsan. O da alt qarnına işləyir. Bir də uzanırsan, əlinə nəsə bir ağırlıq götürürsən. Ağırlığı sağa sola eləyirsən, ayağından tərs mütənasib şəkildə. Yəni ayaq sağa gedəndə əl sola gedir. O da bu yanları işləyir. Yəni qarnı da bu cür həll eləyirəm. Qalan bütün bölgələri amma zalda işləyirəm. Dala çatdıq, kürək hərəkətlərini qutardım. Burası kürək tərəfdə biraz çox adam var, yəni çəkənməliyim. İndi çalışdığım qədər qola, biləyə, çiynə falan işlədikdə çəkəcəyəm. Bir də bomba hərəkət tapmışdım. Hərəkət neydi ala?
Bu havuza tapın. Zibilə qalsın, danışamadım. Videonu qoydum, bura baxarsınız. İdmanın axırlarıdır. Daha belə soft saçlı fırlanı qoyduğumuz üçün biceps də qutardı. Trapezi də işlədiyim. Prosta bu günləri çiynə işləmədim. Çiynə inşallah triceps günündə işləyəcəm. Çünki vaxtımız azalır, üzgüçülə falan getməli. Ağlıma maraqlı bir anda bir fikir gəldi. Oturub bir dənə onu çıxacağıq, bir də biləyə işləməliyəm. Bir setini işlədim biləyin, 2 dənə seti qalıb. Video çəkmək tamam yadımdan çıxdı. İndi şeyə düşdük, hovuz tərəfinə düşdük. Giyirik 1 saat 45 dəqiqə, 40 dəqiqə, 30 dəqiqə sonra təzədən açaram, danışarıq. Bu qəşəng bir də idman getdi, həqiqətən ləzzət elətdi idman. Sonra hovuz da yəni qəşəng idi, belə ləzzətli üzdüm. İndi də qayıdıram evə. Saat da 9-a işləyir, səhv eləmirəmsə. Gəl babat bir yorğuna. Evə gedim, yemək falan taparam, tapmasam düzəldərəm. Nəsə bir şey tıxaram. Ondan sonra da yataram böyle ehtimalından və videoda paylaşmışdım ha. Instagramda desən sessiz silinməyibmiş. Yəni mənə bir bildiriş gəldi, mən onun üstünə bastım. Videonun ki, yəni geri yüklə var, bir də videonun sil var. Mən geri yüklüyə bastım. Və deyəsən videonun yəni səsi gəlmir. Çünki mən idmanda olanda bildirim gəlir ki, yəni videomuz 30 plus like aldı, 40 plus like aldı, 50 plus like aldı. Yəni bu xarab radio kimi ancaq mı təkrarlayır 30 plus like, 40 plus like, 50 plus like, 60 plus like. Bu 60 plusda ilişdi, ondan sonrası gəlmədi. Uşaqlar bu arada saat 9-a işləmirmiş, 9-a qalırmış, 9-a qalır 6 dəqiqə. İndi gördüm saatda. Çünki hava qaranlıqdır və saat 8-də falan deyəsən hava qaranlığa başladı. 8-9-a işləmiş. Yəni bir məntiqən bir xəta var idi orada. Açdım telefonu, saata baxdım. Telefonu kameranı söndürəndən sonra saata baxdım. Sənin saat 9-a qalırmış. Bəs gedirəm də evə. Prosta ara məhəllələrə girəmmərəm mən bu saatlarda. Məcbur yolumu uzatacağam, düz yolumla gedəcəm. Yatırdım, risk gəlməmişdi ki, mən bu videoya qapanış çəkmədim. Evə gələndən sonra bir dənə yemək yedim, başqa heç nə eləmədim, uzandım yerimə. Telefona falan baxırdım, gördüm ki, o bilməm videonun qapanışını eləməmişəm falan. İndi təzən açdım kameranı ki, sağollaşım sizinlə. İnşallah sabah görüşünə qədər havuza özünüzə yaxşı baxın, gecəniz xeyrə qalsın.